Salam aleykum əzizlərim. Bu günləri mən sizlərə çox dadlı, ləzzətli və çox faydalı bir salat düzəldəcəm. Burada demək olar ki, bütün tərəvəzlərdən var. Burada bizim kartofumuz var, limonumuz var, brokoli var, gülkələm var, kökümüz var, yaşıl biber, qırmızı biber və çeri pomidorlarımız. Əgər çeri pomidor yoxdursa, bunu sadə pomidorla da əvəz eləmək olar. Sadəcə olaraq ortasını kəsirik və qabıq hissəsindən istifadə edirik. Və duzlu xiyar 2-3 dənə və təzə xiyar. İlk öncə kartoflarımızı bu şəkildə doğrayıb, üzərinə isti su əlavə edib bişiririk. Elə bişirmək lazımdır ki, əzilməsin. Bu şəkildə. Çok büyük de değil, çok xırda da değil. Bu şekilde. Kartoflarımızın üzerine bir çay kaşığı tuz ve kaynar su töküp pişmeye koyuyorum. Erzaklarımızı bu şekilde uzun şekilde doğruyoruz. Yalnızını. Bütün erzakları doğrayacağız kökten başlayalım. Kökü ise süzgecdən keçirdəcəyik. Kartoflarımız burada artıq pişib. Gülkələmlə, brokolini həmin bu suya əlavə edib, çox yox, 5 dəqiqə qaynadıb götürürük. Tez pişirlər, yəni onların çox pişib ölməyinə ehtiyac yoxdur. Sadəcə olar biraz yumşalıq pişdilər, bəsdir. 3 dəqiqə bəs elədi. Sonra süzürük, tökürük süzgəcə, süzürük, suya axsın. Xiyarlarımızı, tuzlu xiyarlarımızı doğrayıb süzgəcə əlavə edirik. Çeri pomidorlarımızı da doğramışıq. Əgər çeri pomidor yoxdursa, dediyim kimi adi pomidor alırıq və bu içərisini çıxardırıq. Köklərimizin sürtkəcəm bax bu gözündən görürsünüz necə belə dilik-dilikdir. Yəni bunun kimi salominka deyil. Bax bu tərəfindən keçirdirik. Çiğ şəkildə. Doğradığımız tərəvəzləri qarışdırıb, görün necə qəşəng, rəngbərəng görsənir. Baxın, yeməmişdən adamın iştahı açılır. Bu kasamıza hardasa bir xörək qaşığı limon suyu, mayonez töküb, qarışdırıb salatımızı əlavə edəcək. Bir ədəd də konserva olmuş qarğıdalı əlavə edirik. Rengi belə daha da güzel, daha da rengarenk görsənir. Mayonez töktük. Yavaş-yavaş spatula köməkliyi qarışdırırıq əzmədən. Bol tərəvəzli, vitaminli salatımız hazırdır. Çox dadlıdır. Sizlər də hazırlayın, sizlərə də nuş olsun.